Bağışlayan və mehriban Allahın adı ilə. Ey Peyğəmbər! Qəflətdə olanları işin bitmiş olacağı peşmançılıq günü barədə xəbərdar et. Məryəm surəsi, ayə 39. Bura necə də gözəldir, Məsuməcəm. Gör sənin nə gözəl yerin var. Kaş mən də gəlib sənin yanında qala biləydim. Sən də gəlməlisən, ana. Mən nə vaxt gəlməliyəm? Tez. Çox tez. Nergis. Nergis hanım. Nergis. Salam. Salam. Bəs Möhsün ana? Hə? Deyirəm Möhsün ana. Getdi. Bəs ona demədin ki iftara qalsın? Mən dedim. Qalmadı. Fəramərz Qəribniyyə və Əfsanə Bəyqan Peşmançılıq günü serialında. Senari müəllifləri Əli Rıza Əfxəmi, Səccad Əbülhəsəni. Rollarda Puriya Pursorx, Rəhim Novruzi, Linda Kiyani, Məhravə Şərifniyyə və başqaları. Səhnə və geyim tərtibatçısı Fəramərz Badranpur. Qrim rəssamı Məcid İskəndəri. Filmin direktoru Hüseyin Abbasi. Bəstəkar Arya Əzim Nicat. Montaj Hüseyin Əhmədi. Quruluşçu operator Əli Mühəmmədzadə. Dini məsələlər üzrə ekspert Höccətül İslam Cavad Güli. Prodüser Mehran Rəssam. Rejissor Sirus Müqəddəm. Onuncu hissə. Məsud zəng eləməmişdi. Nergis xanım. Öz aləmində nə fikirləşirsən? Sən nə deyirdin? Bilirəm ki, Məsuməni laf çox istəyirdin. Mən də onu çox istəyirdim. Onun ölümü bir müsibətdir. Amma sən belə eləməklə bu müsibəti bizim hamımız üçün biraz da artırırsan. Axı mən neynəmişəm? Bu hərəkətinlə özünə əziyyət verirsən. Sənin bu vəziyyətin
mənə pis təsir eləyir. Hamımıza pis təsir eləyir. O hadisədən sonra həkimlər Məsumənin həmişəlik şikəst olacağını deyəndə, Məsudla mənə təsəlli verən sən deyildin. Hətta Məsumənin özünə də. Gözəl əhval-ruhiyyənlə, gözəl sözlərinlə deyirdin ki, Allahın təqdiri ilə razılaşmalıyıq. Deyirdin ki, mömin müsibətlə üzləşəndə səbirli olmalıdır. Bəs onda niyə özün bu hala düşmüsən? Bilirəm, Məsumənin ölümü ilə barışmaq çətindir, Nərgiz. Amma sən bu hərəkətlərinlə bunu daha da çətinləşdirirsən. Həm mənim üçün, həm Məsud üçün. Mən dəqiq bilirəm ki, Məsumə də sənin belə dərd çəkməyinə razı olmazdı. Bugün onu yuxuda gördüm. Çox yaxşı idi, gülümsəyirdi. Yaşıl gözəl bir meşədəydi. Ona dedim ki, yanına gəlmək istəyirəm. Dedi, gələcəksən. Amma çox narahat idi. Görürsən, onun yeri çox yaxşıdır. Məsumə Allahın yanına gedib. Mən bilirəm ki, o bizə görə narahatdır. Ən çox da sənə görə narahatdır. Sən elə gözəl bir yerdə onun ruhunu incitmə. Yaxşı? Yaxşı. Məsudə zəng vurmaq istəyirəm ki, gəlsin. Onunla mehriban olarsan. Məsud Məsumə ilə pis rəftar elədi. Bu söhbəti qurtarın, xanım. Artıq olan olub. Bəli, Hardasan? küçədəyəm. Oturmuşam. İftara evə gələcəksən? Bilmirəm. Məni gözləməyin, ata. Evə gəl, anan səninlə danışmaq istəyir. Eşitdin? Bəli, Yubanma. baş üstə. Xudahafiz. Xudahafiz. Səidcan, məni yaxşı başa sal görüm o nə demək istəyir. Heç nə. Deyir ki, müfəttişlik bizi çox sıxışdırır. Yeni gətirəcəyimiz malların sənədlərini istədiyimiz kimi qaydasına sala bilməyəcəyik. Bu nə deməkdir? Bəs onda mallarımız nə vaxt gəlib çatacaq? Belə tezliklə bu mümkün olmayacaq. Yaxşı, nə vaxt mümkün olacaq? Cənab Teymuri deyir ki, yoxlamalar çıxıb gedəndən sonra bu mümkün olacaq. Maraqlı söz danışırsan, Səid. Birincisi, əgər mallar gömrükdə bir neçə gün artıq qalsa, gömrüyə əlavə pul vermək lazım olacaq. İkincisi, bu işə girmək üçün faizə pul götürmüşəm ki, onu mütləq vaxtında qaytarmalıyam. Malların vaxtında çatması zəruridir. Bunları mənə danışmağın nə mənası var, Həmid? Əgər unutmamısansa, bu malların gətirilməsində mən səninlə şərikəm. Bu işə girmək üçün çətinliklə borc pul tapmışam. Qulaq as, indi biz ya biraz pul tapıb gömrük haqqını tamamilə ödəyib mallarımızı gətirməliyik, ya da gözləməliyik ki, cənab Teymuri bizim işlərimizi səhmana salıb malları sənədləşdirsin. Amma Allah eləsin ki, indiyə kimi işlətdiyimiz fırıldaqların üstü açılmasın, yoxsa bədbəxt olarıq. Bir həftəyə kimi borclarımın qaytarılmasına dair bir neçə nəfərə çek yazıb vermişəm. Mən gözləyə bilmərəm, Səid. Onda pul tap ver, gedim indi gömrükdən malları gətirim. Gömrük rüsumu nə qədərdir? Cənab Teymuri bu işi bizə 30 milyona həll eləməli idi. Əgər biz gömrük rüsumunun hamısını qanuni şəkildə ödəmək istəsək, bizə təxminən 100 milyon lazımdır. Amma bu pulu sən tapmalısan, ha? Vallah, mənim heç nəyim yoxdur. Bəli. Göndər gəlsin içəri. Yaxşı, indi sən dur get, bu haqda heç nə danışma. İstəmirəm dostum bunu başa düşsün. Salam. Salam. Dərin hörmətimi bildirirəm. Çox sağ olun. Salam Məsudcan. Salam. Həmid, o işlə bağlı xəbərini gözləyirəm. Zəngləşərik. Yaxşı. Xudahafiz. Sağ ol. Xudahafiz. Gəl otur görün neynəmsən? Aslansan yoxsa tülkü? Aslanım. Amma artıq məndə əvvəlki aslan gücü qalmayıb. Onunla danışdın? Hə, danışdım, amma hələ bilmirəm ondan canımı qutara biləcəm ya yox. Həngamə qopartmağa başladı?
Pul vermək haqqında danışdın? Nə? Soruşuram, Fəridəyə dedin ki, Mehriyəni verəcəm? Nə qədər verəcəksən? Məbləğ haqqında söhbət eləmədik. Dedim, haqqın nə qədərdirsə, onu sənə verəcəm. Ona verməyə pulun var? Hə, var. Bu vurhavurda mənə də biraz pul lazımdır, Məsud. Məsumə məni çox düşündürür, Həmid. Mən ondan çox utanıram. O sağ ikən sən ondan utanmalıydın, dostum. Daha indi öləndən sonra yox. O sağ olanda bilmirdi ki, ona qarşı vəfasızlıq eləmişəm. Sən orucsan? Nədir ki? Əgər iftara kimi burada qalacaqsansa, onda deyim yemək gətirsinlər. Yox. Evə gedəcəm. Allah qəbul eləsin. Süfrəni hazırlayım. Məsumən otağında açma. Ya zalda açarsan, ya da bayırda. Məsud da gəldi. Niyə yemirsən? Mən yedim. Anan sənə nəsə demək istəyir. Nərgiz xanım. İcazə verin birinci mən öz sözümü deyim. Mən çox pis insanam. Özüm bunu bilirəm. Məsuməyə qarşı da çox haqsızlıq eləmişəm. Buna görə bu son günlərdə özümə nifrət eləyirəm. Artıq heç nə eləyə bilmərəm. Heç nəyə dəyişməyə imkanım yoxdur. Sadəcə peşman ola bilərəm ki, indi də peşmanam. Özü də çox peşmanam. Məsumə öldüyü gecə mənə dedi ki, məndən inciməyib, hər şeyə görə məni bağışlayıb. Bilirəm, Məsumə sizi çox istəyirdi. O sizə çox yaxın idi. Əgər siz də məni bağışlamasaz, onda elə biləcəm ki, elə biləcəm Məsumə o gecə mənə yalan danışıb. Axı biz razılaşmışdıq, xanım. Bacarmıram Rıza. İndi onu bağışlaya bilmərəm. Rıza. Dünən Məsumənin məzarının ziyarətindən qaydanda metroda çox maraqlı hadisə baş verdi. Birdən gördüm, qatar gözəl yaşıl bir meşənin içindən keçir. Amma buna heç kim fikir vermir. Bunu yalnız mən gördüm. Ora mənim yuxumda gördüyüm həmin yaşıllıq idi. Məsumənin qaldığı o yeri deyirəm. Uzaqdan Məsumənin gülüşünün səsi gəlirdi. Uzaqdan gəlirdi. Çox uzaqdan. Nərgiz xanım.
Allaha sığınmaq lazımdır. Sən Allahdan səbir dilə. Özündə çalış. Çalış ki, bu vəziyyətdən çıxasan. Yoxsa halın bundan da pis ola bilər. Məsumə. Ana, Burada bir meşə var idi, Məsud. Çox böyük bir meşə idi. Gözəl bir yaşıllıq. Məsumə də oradaydı. ana yuxu görmüsən. Yox, mən yatmamışdım. Oyaq idim. Namaz qılırdım. Yox, bu yuxu değildi. Budur, bax.
Burada namaz qılırdım. Səcdəyə getdim. Birdən otağın qapısından içəri bir nur saçdı. Durdum, gedib otağın qapısını açdım. Gördüm ki, bayırda böyük bir meşə var. Sonra birdən Məsuməni arxamda gördüm. Məsumə səndən incimişdi. Məsumə səndən incimişdi. Xahiş eləyirəm anacan, Bu bəsdir. otaqdan çıx bayıra. Məyər deməmişdim ki, bu otağa girməyəsən? Ana axı belə... Dedim, çıx otaqdan! Nə olub Məsud? Burada niyə durmusan? Valla bilmirəm, anama nə isə olub ata. Çox qəribə sözlər danışır. Dedim, çıx get, bura gəlmə Məsud. Mənəm Nərgiz xanım. Rıza, yaxşı ki sən gəldin. De görüm nə olub? Gəl içəri deyim. Səccadədən ayağa qalxdım. Getdim, qapını açdım. Otağın içinə nur saçmağa başladı. Qapını açanda böyük bir meşə ilə rastlaşdım. Sanki bu otaq düz o meşənin ortasındaydı. Oranın çox gözəl yaşıllığı var idi. Oradakı təbiətin rəngi daha gözəl idi. Orada hər şey fərqli idi, Rıza. Məsumə də fərqli idi. O çox yaxşı idi. Öz ayaqları üstə durmuşdu. Mənə baxıb güldü. Baxışları ilə mənə çox söz dedi. Amma heç nəyi dilə gətirmədi. Sözlərini demək üçün onları dilə gətirməsi lazım deyildi. Mənim də onu başa düşməyim üçün qulaq asmağa ehtiyacım yox idi. Sənə nə dedi? Çox şey dedi. Çox maraqlıydırsa. Bunların hamısı bir anda baş verdi. Məsumə mənə baxdı. O öz baxışı ilə mənə bir dünya söz dedi. Kəlmələrlə demədi. Nə cümlə işlətdi, nə də ki söz. Amma məni başa saldı. Sənə nəyi başa saldı? Nə dedi xanım? Yadıma düşmür. Hamısı yadımdan çıxdı. Məsumənin mənə olan baxışı eyni ilə qaranlıqda parıldayan bir nura bənzəyirdi. Məni başa saldı. Mənə hər şeyi göstərdi. Hər şey bir anın içində baş verdi. Yalnız o yadımdadır ki, Məsuddan incimişdi. Məsudun zalım olduğuna görə narahat idi. Zalım olduğuna görə. Bəli. Bu dəqiq yadımdadır. Onun zalım olduğuna görə, onun rəhimsiz olduğuna görə narahat idi. Sən Allah elə bilmə ki, xəyalpərəst olmuşam, Rıza. Bir anlığı özüm də belə düşündüm ki, bəlkə xəyallara qapılmışam. Elə bildim ki, dəli oluram. Qorxdum. Çox qorxdum. Elə həmin vaxt gördüm ki, Məsumə arxamda durub. Dönüb ona tərəf baxdım. Mənə başa saldı ki, bunlar xəyal deyil. Məni sakitləşdirdi. Bunlar xəyal deyildi, Rıza. Sən daha belə düşünmə. Çünki səndən başqa mənim heç kimim yoxdur ki, bunları ona danışım.
Mən demirəm ki, bunlar bir xəyaldır. Deyirəm, bəlkə həmin vaxt sən səcdədə olarkən bir anlığa yuxulamısan. Yox, Rıza. Vallahi yuxulamamışdım. Əgər yuxu görsəydim, başa düşərdim. Məsumə öldüyü gecə onun yuxusunu görmüşdüm. Özüm də başa düşmüşdüm ki, bir yuxu idi. Amma dünən metroda mən oyaq idim. İndi də namaz üstündə yatmamışdım. Buna şübhəm yoxdursa. Bilmirəm, Nərgiz. Məsumənin ölümü sənə çox pis təsir eləyib. Xəyallar, yuxular. Nə olursa olsun, hamısı buna görədir. Yox, Rıza. Bunun Məsumənin ölümü ilə əlaqəsi yoxdur. Vallahi onun ölümü ilə barışmışam. İndi başa düşürəm ki, bu dünyadan köçməsi onun özü üçün yaxşı idi. Axı, niyə hər şey mənim yadımdan çıxıb? Ora hara idi, Nərgiz? Getdiyin yeri deyirəm. Səncə o meşə və yaşıllıq haradaydı? Bilmirəm, Rıza. Bəlkə də cənnət idi. Bəli. Ora cənnət idi. Sən dini təhsil almısan, xanım. İndi mənə də görüm, diri bir adam cənnətə gedə bilər. Anamın halı necədir? Yaxşıdır. Amma məncə heç yaxşı görünmür. Yəni demək istəyirəm ki, ona kömək eləməliyik. Lazım olsa həkimə aparmalıyıq. Məncə onun belə xəyalpərəst olması psixoloji problemdir. Sən buna əminsən? Nəyə? Ananın bir xəyalpərəst olduğuna. Bəs siz əmin deyilsiz? Yox, əlbəttə yox. Məsumənin ölümü ona çox pis təsir eləyib. Təbii ki, onun psixologiyası pozulub bir xəyalpərəst olub. Amma Məsumənin ölümünün bizə heç bir təsiri olmuyor. Biz sağlam qalmışıq, düzdür? Bəli, adamın ağlına birinci bu gəlir ki, anam psixoloji sarsıntılar keçirdiyinə görə xəyalpərəstlik eləyir. Amma ola bilsin ki, biz səhv eləyirik. Mənsə buna inana bilmirəm. Çünki Nərgizi yaxşı tanıyıram. Anasının ölümü, atasının şəhid olması, sənin qəzaya düşməyin, Məsumənin şikəst olması. Nərgiz o qədər də zəif adam deyil, Məsud. Belə rahatlıqla ona xəyalpərəst deyə bilmərik. Səhər yemək yemədən oruç tutduq. Salam. Axı niyə bura gəlmisən, hə?
Səndən danışmağa gəlmişəm, çox vacibdir. Əgər məndən qabaq atam evdən bayıra çıxsaydı, onunla danışacaqdın? Əlbəttə ki, yox. Sən nə danışırsan? Mən səhərdən o qapının qarşısında səni gözləyirdim. Nəyə görə belə ağılsızlıq eləyirsən? Düşünmürsən birdən səni görərlər, səndən şübhələnərlər. Onda mən bədbəxtin halı necə olar? Mən çox diqqətli idim. Vallah məni heç kim görmədi. Məsud, axı sən dünən çıxıb getdin, mənim danışmağıma imkan vermədin. Telefonu da götürmürsən. Onda səndən danışmaq üçün səncə nə etməliydim? İnşallah oyun oynamaq fikrin yoxdur Fəridə. Sənin düzgün bir məqsədlə Məsumənin qəbri üstə gəlməyinə mən şübhə eləyirəm. Deyirəm birdən başında pis fikirlər olar. Sən lap əvvəldə mənim haqqımda plan çizməyə başlamışdın, düzdür? Nə planı? Deyirəm mən səninlə danışmalıydım, ona görə gəlmişəm ora. Yəni, mənlə oyun oynamaq fikrin yoxdur, hə? Yəni, axırda nə olursa olsun biz heç vaxt bir-birimizi incitməyəcəyik, düzdür Fəridə? Mən heç vaxt səni incitmərəm, Məsud. Mən də həmçinin. Son vaxtlar məni çox incitdiyinə baxmayaraq, bunun əvəzinə çıxmaq fikrim yoxdur. Bugün bizim aramızda hər şey qutaracaq. İstəmirəm aramızda kin-kudurət, düşmənçilik yaransın. Belə olsa mən sənə kömək eləyə bilməyəcəm. Başa düşürsən də Fəridə? Sənin mənə ən yaxşı köməyin bu ola bilər ki, indi mənə qulaq asasan. İndi banka gedəcəyik. Sənə söz verdiyim o pulu bankdan götürüb kəbin pulu kimi sənə verəcəm. Sonra da 2 şahid tapıb qeydiyyat idarələrindən birinə getməliyik. Məsud, deyirəm səndən mütləq danışmalıyam. Danışmaqla heç nəyi dəyişmək olmur. Nə danışırsan, dəyişmək olur. Dünən danışdığın sözlər məni tamamilə dəyişib. Məsud, mən bir də ondan istifadə eləməyəcəm. Bir dəfəlik yatdım. Bərəkallah. Bu çox yaxşıdır. Yəni, sənin bu barədə düşünməyin çox yaxşı bir haldır. Mən bu barədə düşünmürəm. Bir dəfəlik onu atdım, Məsud. Sənə dedim axı onu tərk edəcəm. Bir mənə bax. Halım pisdir. Çünki onu artıq atmışam. Da ondan istifadə eləmirəm. Hər şey düzəldi. Dünən sən o sözləri mənə deyib çıxıb gedəndə mən çox pis hala düşdüm. Halım çox pis idi. Ona ehtiyacım var idi, amma çəkmədim. Səhərə kimi bu əzablara dözdüm, amma çəkmədim. Məsud varım idi, amma çəkmədim. Varım idi, bax. Dayan. Gör nə qədərdir. Görürsən, hamısı buradadır. Heç birinə də toxunmamışam. Bu çox yaxşıdır. Mən buna çox sevindim. Mən istəyərdim ki, sən onu bir dəfəlik tərk edəsən. Mən istəyərdim ki, dünyadakı bütün narkomanlar onu tərk etsinlər. Sən də onlardan birisən. Mən dünyadakı narkomanlardan biri deyiləm. Mən sənin yoldaşınam. Məsud, sənə gözəl həyat yoldaşı olmaq istəyirəm. Elə Məsumə kimi. Hətta ondan da yaxşı. Sənin üçün dünyanın ən yaxşı qadını olmaq istəyirəm. Mən də bunu istəyirəm, Fəridə. Yəni, arzum budur ki, onu tərk edib sağlam bir qadın olasan. Arzum budur ki, gözəl həyatın olsun. Xoşbəxt olasan. Mən buna əminəm. Əgər onu tərk etsən, sənin üzünə bütün qapılar açılacaq. Səninlə evlənmək istəyən çox adam tapılacaq. Sən hələ çox cavansan. Sənin tək qalmağa heç bir əsasın yoxdur. Söz verirəm, əgər elçilərin sənin haqqında araşdırma aparanda mənim yanıma gəlsələr, onlara narkomanlığına görə səni boşadığımı deməyəcəm. Deyəcəm, sən məni sevmirdin. Deyəcəm, məni sevmədiyinə görə güclə məndən boşandın. Elə eləyəcəm ki, elçilərin qaçmasın. Necədir? Ay, bir qeyrət. Mən hələ sənin arvadınam. Məsud, qələt elədin, məni bağışla. Məsud, elə indi məni qoy get. Get, amma 3 aydan sonra, 6 aydan sonra, 1 ildən, 2 ildən, 100 ildən sonra qayıt gəl. Amma bir gün qayıt gəl. Fəridə. Nə vaxt qayıdıb yanıma gəlsən, birinci gedib analiz verərik. Əgər görsən ki, narkomanlıqda məndə bir əsər qalıb, mənə heç nə vermə. Məni bir zibil parçası kimi atarsan gedərəm. Amma əgər sübut olunmasa, qoy biz evli qalaq. Fəridə xanım. Mənə de ki, gələcəksən, amma özün gəlmə. Qoy gəlişinin ümidi ilə yaşayım. Artıq indi Məsumə getdiyinə görə hər şey qaydasına düşüb. Məsud, yalvarıram. Qoy səninlə yaşayım. Fəridə.
Sənə bir söz deyəcəm, amma yaxşı söz deyil. Yəni, bir növ etirafdır. Elədiyim səhvimin etirafıdır. Sənin o tozu mənim üzümə çırpmağın da məhz mənim səhvimə görə olub. Buna layiqəm. Səndən boşanmaq istəyim narkomanlığına görə deyil. Bu, Məsuməyə görə, vicdan azabı çəkdiyimə görə də deyil. Ata-anamı da düşünmürəm. Mən özümə görə səndən ayrılmaq istəyirəm. Sən dünyanın ən yaxşı qadını olsan da, öz dediyin kimi Məsumədən də yaxşı olsan, bunun mənim üçün heç bir fərqi olmayacaq. Mən yenə səni boşayacağam. Mən səni sevmirəm, Fəridə. Elə bilirdim, bəlkə səni sevirəm. Amma mən səhv eləyirdim. Fəridə, mənim sənə qarşı heç bir hissim yoxdur. And içirəm. Məsumənin ruhuna and içirəm. Film 2012-ci ildə Salam studiyasında dublyaj olunmuşdu. Dublyajın rejissoru Natiq Şəkərəliyev, inzibatçı Vaqif Aslanov, istehsalat müdürü Pərnisə Balamirzə qızı, tərcümə edən Teyyub Rüstəmov, dublyajın direktoru Emin Abbasov. Filmi səsləndirdilər Nəcibə Hüseynova, Gülnarə Zülalova, Kazım Abdullayev, Qədir Mirzə, Rövşən Məmmədli, Vüsal Xalıqoğlu. Texniki dəstək Butafilm Kino şirkəti. خنکان روز که پرواز کنم تا بر دوست به امید سر کویش پر و بالی بزنم به امید سر کویش پر و بالی بزنم نه به خود آمدم اینجا که به خود باز روم آن که آورد مرا باز برد تا وطنم روزها فکر من این است همیشه سخنم همیشه سخنم روزها فکر من این است و همیشه سخنم